Başqa bir üzürlər də odur ki, çoxlu yağış yağması. Təbii ki, evdə oturmusan, isti yerində, çoxlu bayırda yağış yağır, durub birləşdirmirsən, elə yox. O ona aiddir ki, məsələn gedəcəksən, bilirsən su basacaq hər yanı. Namaz qıla bilməyəcəksən. Birləşdirib çıxırsan yox, ona aiddir. Və yaxud da evdən çıxacaqsan, sənə gəmiləri mindirəcəklər, qaya o cür. Çox yağır yağış. Və yaxud da çoxlu palçığın olması insanlara məşəqqət yaradır. Ya evində yox da oturmusan rahat yerdə palçıq deyə mən evdə birləşdirirəm, elə yox. Sənə də toxunacaq o məşəqqət. Söhbət ondan gedir. Və imam elan edir ki, əsir qılınmayacaq. Gəlin zöhr əsir bir yerdə qılacağıq. Çağırır, elan eləyir. Gəlirsən 4-4 qılırsan yenə. 2 yox ha, 4-4. Çünki səfərdə deyilsən. Səfərdə olmayanda xəstə halda birləşdirməkdə namazlar qısalmır. Öz vaxtına qılırsan. Və həkim də girəcək 7 saat əməliyyatda olacaq. Namazın vaxtı çıxacaq. Birləşdirir o. Birləşdirir, girir. Yəni gücdə ehtiyac olmalıdır. Və güclü külək var. Güclü külək var. Onda da birləşdirə bilərsən. Yenə deyirəm, yol gedirsənsə və ya sənə külək toxunacaq, evin uçulur, dağılır. Bu hallarda. Ya evində rahatçılıqsa, heç nə sənə təsir eləmirsə, yox. O hallarda icazəli deyil. Bəzi alimlər təyyarəni də buna gətiriblər. Məsələn, deyirsən, havada uçuş olacaq neçə saat. Bilirsən ki, orada icazə verməyəcəklər sənə namaz qılmağa. Onlar şərtdir. Onda namazları birləşdirirsən, 4-4 yenə qılırsan, 2-yə salmırsan. 4-4 qılıb minirsən, təyyarəyə gedirsən.